Uşaq kəkələməyə başlayıbsa, dırnaqlarını gəmirirsə, barmağını əmirsə və sair bu kimi hallar baş verirsə, nə etmək lazımdır? Yuxarıda sadalananların hamısı adətən uşaq tərəfindən özünü sakitləşdirmək üçün istifadə olunur və çox vaxt baş vermiş stress fonunda ortaya çıxır. Bu qəziyyətdə ən yaxşısı zərərli vərdişin yaranmasına nə səbəb olduğunu, yəni hansı hadisənin tetikləyici rol oynadığını öyrənməyə çalışmaqdır. Daha sonra isə bunu necə aradan qaldırmaq olar, onu müəyyənləşdirmək və uşağı bu vərdişdən yumşaq şəkildə, artıq zorakılıq olmadan uzaqlaşdırmağa çalışmaq lazımdır. Ona görə də bizim vəzifəmiz uşağı bu vərdişdən yumşaq şəkildə yayındırmaq, əsəbləşməmək və əgər ehtiyac varsa, həkimə göstərməkdir. Uşağı zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün bir çox tanınmış sınaq üsulları mövcuddur. Məsələn, bəziləri uşaqların dırnaqlarını çox acı bir lakla boyayır və ya onlara silikon barmaq qoruyucuları taxır. Amma əslində bu üsullar çox da effektiv deyil. Uşaqlar acı lakin dadını tez öyrəşirlər və yenə də dırnaqlarını gəmirirlər. Barmaq qoruyucularını isə çox məharətlə tez çıxarıb dırnaqlarını gəmirməyə davam edirlər. Ancaq valideyn olaraq bilməlisiniz ki, dırnaq lövhəsinin uzun müddət sorulması və ya gəmirilməsi onun formasına patoloji təsir göstərə bilər. Ona görə də övladınızla yumşaq şəkildə işləməyə davam edin. Amma kəkələmə məsələsində hər şey xeyli daha çətindir. Burada adətən həqiqətən də mütəxəssis, psixoloq, psixoterapevt, nevroloq, defektoloq lazımdır ki, uşaq daha çox sakitləşmə texnikalarını öyrənsin, yəni uşaq yavaşıb istədiyini rahatlıqla deyə bilsin.